bax, əvvəldən toksik bir insanla münasibət yaradırsınızsa, yəni burada bir pozuntu varsa da tutalım, götürək də hələ narsistik pozuntunu varsa, burada nə qədər empatiya çox göstərsəz, bir o qədər zərbə alacaqsınız. Çünki onlar empatiyanı, üzü yumuşaqlığı, mərhəməti onlar həqiqətən zəiflik kimi dəyərləndirirlər. Onlar üçün sən zəif insan kimi görsənirsən və başlayırlar bunun üzərindən səni əzməyə, alçaltmağa, istifadə etməyə. Mütləq ki. Yəni adi bir insana da biraz aşırı sən hələ hər zaman çox anlayışlı, çox başa düşən sənsə, osa sənə qarşı o qədər də deyilsə, get-gedə balans pozulacaq və hələ bil o insan yavaş-yavaş nankorlaşa bilər. Qədərində də, bu qədərində etmədinsə, sən göstərdiyin